2 ər cavan oğlan bir də 2 bıçaq çatmışlar. Parkda böyle bıçaq əllərini qaçanda gördüm də ondan sonra düşmürəm. Dedim vallahi nə olar olmaz onun üçün. Xırdalan parkında tez bir şey olur. Cavanlar da hamısı eləyənlər. Burada mən çox şeylər görmüşəm. Parkda səhər-səhər şu an Məktəbə park etmək olur. Abşeronda tükürpətici qətl hadisəsi baş verib. Hadisə Xırdalan şəhər Anavarşah parkında, yəni hazırda dayandığım bu ünvanda qeydə alınıb. Belə ki, 20 yaşlı Elmir Bədulov öz tanışı olan Fərid Məmmədov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Məhz qətlin isə hansı səmində və nə üstündə baş verdiyi hələ ki məlum deyil. Belə gəl 3-ə yaxın edib, sağda baxmadım. Əldə etdiyimiz məlumata görə gecə saatlarında Elmir Bədurovla həmyaşıdı Xırdalan şəhər sakini Fərid Məmmədov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı Fərid Məmmədov bıçaqla Elmir Bədurova ağır bədən xəsarətləri yetirib. Qətlə yetirilən gənc məhz bu parkda burada bıçaqlandıqdan sonra ağır xəsarətlərlə sürünə-sürünə məhz gördüyünüz o istiqamətdə gedib və çox təəssüf ki, qan itirmədən elə orada dünyasını dəyişib. Hadisə ilə bağlı məlumat Abşeron prokurorluğuna daxil olub. Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz istintaq tədbirləri nəticəsində Fərid Məmmədovun cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Eşitdiyimə qədər gecə saat 2-3 saatlərində baş verib hadisə. Hadisədə hardasa 3-4 nəfər olub bildiyim qədərilə. Hadisə yeri burada baş verib. Yəni burada qan axa-axa mərhum gedib o tərəfdə qarşıdakı dünyasını dəyişir. Dünyasını dəyişib. Sən nə üstündə baş verdiyi bilinirmi? Xeyr, onu bilmirəm. Burada nə olur? Cavanlar eləyir. Cavanlardan da. Ümumiyyətlə bu gənclərin bu cür hadisələrin meyilliyi nədəndir sizcə? Nədən olacaq? Ya narkotikdir, ya da böyükləri baxmamazlıqdan, çöllərə salmaqdan, ya başqa çoxu da rayondan gəlir. Rayondan gəlinə mən demərəm, rayon Bakı seçmərəm, amma ya narkotik olar, ya ən çox da biz nədəndir? Kafelər. Bu kafelər var ya, kafelər. Papaq, kafelər var ha. Kafelər ailələr dağıdır. Mənim qızımın ailəsi bu kafelərə yox dağıldı. Papaq var ya bu binanın altında. Ona görə mənim qızımın ailəsi dağıldı. 20 yaşında qızım indi ərsiz qaldı. Oğlan getdi Sumqayıtdan bir adı var, Dünyadır kimdir. Onu getdi oraya yedişdi. Bütün millət danışırdı. Ondan sonra mənim uşağımın ailəsi dağıldı. Bir tanıyırdınız bu vuranları? Yox, vuranları mən görməmişəm. Ondan qabaq 2 dənə oğlan görmüşdüm burada uzun, səhər-səhər bıçaqla qaçırdı birbirlərinin dalınca. Bunları görmüşəm. Çoxu da Xırdalanda hamısı kafelərdir. Gecə saat 3-dən sonra bu mağazin var, Pravo. Onun altına gəlin görəcəksiniz. O gün də orada bir bıçaqlaşma oldu da, binanın altında görmüşsünüz, başından bıçaqlamışdı. Mən səhər-səhər valla gəlmişəm, uşaqla gəlmişəm bura. Mən gəlib qanı burada gördüm. Bəli. Və heç nədən məlumatsız. Mən ən azından pisləyirəm belə şeyləri. Belə şeylərə yol vermək olmaz. Ümumiyyətlə bu gənclərin bu cür hadisənin törənməsi nədən özü doğrudur? Yəni sözləri bir-birinin boğazından keçmir. Yəqin ki, keçmir də. Faktla bağlı Abşeron prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə, yəni qəsdən sağlamlığa ağır zərbə vurma və ehtiyatsızlıqdan zərər çəkmiş şəxsinə ölümə səbəb olma maddəsi ilə cinayət işi başlanılıb. Hazırda ibtidai istintaq davam etdirilir. Hadisənin motivləri və digər təfərrüatları araşdırılır. Nizami Rəsulov, Fərad Ələkbərli, xüsusi olaraq Dinasti TV üçün.